Baxın bir təvəccüh eləyin, bax bir. Niyə deyirəm kəmxunluğun qabağınalar, bax bir, görürsünüz ki, bax bir. Bunlar qoyun filəsidir, əlkək qoyun. Baxsaz üstlərində də yazıb var, əlkəkli. Rəngindən, rufundan. Bunların doğramasının fərqi odur ki, buna tapdamayacaq, qan qalacaqmın içində. Qanı qaşmaz bu kebabı. Dənədək aradan böldük. Aha. Qorxmayın, bəlkə olmaz. Görürsünüz. O iddia adamlar ki, vaqəən kəmxunilər var. Eləyə bilərlər bu kebabdan istifadə eləsinlər. Ta kəmxunluqları geçsin. Özümüzdən demirik ha, bunu Kaşinası Möhtərəmi Danışqah Azad Təbriz buyurubdur. Aha, birdən xanım tayfasıdır, dişi məsnu olandır. Rahat bunu aşıra bilsin. Görürsən sən Allah. Qımında pərvəndəsini bağlayayım. Hərəti bu cür eləməzlər ha. Çındırqıyış olar. Allah göstərməsin. Adamın abudun aparır. Bu ət fillələr məxsus filədir. Pərvəri filədir. Ki bizim ağacan özü bu işdədir. Lütf eləyir bizə seçir verir. Bilir mənim müştərilərim xassıdır. Bu pambıq kimindir? Latiqun. Heç diş istəməyəcək, yavaşcana dodağına yiyəcək. Bəh, yetişdik bu taxma mərhələyə. Aha, lətiflə səlqəli taxaq. Bu kebabın bir yol vaqiyyətdə yeməyi var ha. Bu kebab həm dərmanı kebabdır, həm ləzzəti kebabdır. Bax bir, aha. Təxəssüsüdür bu, təxəssüsü kebabdır. Bunu gərək bizə nə vamdan qoyasan bir şeylə. Baxmayın deyə sadətə kötü taxtı şişə atdı ocağa xeyr. Əvvələn hərəti xahişən bu cür eləməyin. Bu məxsus ətdir. Bu da soğanıdır. Bəh. Mülahizə eləyin. Aha. Bax bir. Bu kəmxunun davasıdır vaqiyyətdə.